Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bugün artıq ayın son günlərinə yaxınlaşırıq. Təbii ilinin 3-cü həftəsidir. Vəziyyət eynidir. Yəni məktəblərin əksəriyyətində hələ də bölgü problemi var, müəllim problemi var, dəstək problemi var. Bu 2 gün ərzində sizinlə biz gördünüz də Elm və Təhsil Nazirliyi təhsil ibtidai sinif müəllimləri üçün 3 milyon bir ayırıb təlimlərə. Dünən də məlum oldu ki, yenicə bizim səfirliyimiz İsraildə yarandıqdan sonra orada yaranmış bir şirkətə 1 milyon manat pul köçürdü ki, gəl rəqəmsaldan bizə təlimlər keç. Maraqlı rəqəmlərdir. Eyni zamanda bizim Həzrət də çıxış elədi. Dedi ki, mən tənzimləyici qurumuq da, əgər məktəblərdə pul yığılırsa, demək bunun günahkarı valideynlərdir. Valideynlər nə qədər ki, cəmiyyət nə qədər ki, ağlamayıb, dırnaq arası belə deyək, cəmiyyət nə qədər ki, başa düşməyəcək ki, pul yığmaq olmayacaq, pul yığmaq olacaq. Yəni, dolayısıyla pul yığmağa bəraət qazandırdı. Bu, məsələnin bir tərəf. İkinci bir tərəfdən də öz yaxasını kənara çəkir. Biz tənzimləyici qurumuq da, bizlik deyil deyə belə bir fikir irəli sürür. Sanki ölkənin Elm və Təhsil Naziri deyil, hansı qeyri-hökumət təşkilatının rəhbəridir. Nəysə, bugün mən dərslərimizdən danışacağam. Demək, oktyabrın 1-dən yeni qruplarımıza qeydiyyat başlayır. Artıq əvvəlki kimi dərslərimiz demək, birlikdə olmayacaq, 3 qrup olacaq. Kim təhsil qanunvericiliyini öyrənmək istəyirsə, təhsil qanunvericiliyi qruplarına qoşular. Kim əmək qanunvericiliyini öyrənmək istəyirsə, əmək qanunvericiliyi dərslərinə qoşulacaq. Kim də məktəbşünaslıq, praktiki dərsləri öyrənmək istəyirsə, məktəbşünaslıq qruplarına qoşulacaq. Təhsil qanunvericiliyi sırf qanunvericiliyi əsasındadır, qanunvericiliyin izahıdır. Və testlər də TestX platformasındadır. Əmək qanunvericiliyi əmək məcəlləsi və onun tətbiqi məsələləridir. Onun da testləri TestX platformasındadır. Məktəbşünaslıq dərsləri isə demək konkret olaraq ayrı-ayrı praktik tapşırıqlar üzərindədir. Tədris prosesini tənzimləyən hüquqi normativ sənədlər, onların tətbiqi zamanı qarşıya çıxan çətinliklər və sənədləşmələr olasıdır. Demək, məktəb direktoru, direktor müavini olmaq istəyənlər, hal-hazırda məktəb direktoru, direktor müavini işləmək istəyənlər, Elm və Təhsil Nazirliyi sistemində mütləqa regional təhsil idarələrində çalışan məsləhətçilər, təhsil qanunvericiliyini, əmək qanunvericiliyini öyrənmək istəyənlər, hətta dövlət hüququna hazırlaşanlar belə müraciət edə bilərlər. Burada indi əlaqə nömrəmi qeyd edəcəm. O nömrənin WhatsApp-ına yazmaqla kim istəyirsə əmək qanunvericiliyini yazacaq, əmək qanunvericiliyi qrupuna qoşulmaq istəyirəm. Kim istəyirsə təhsil qanunvericiliyi qrupuna, kim istəyirsə məktəbşünaslıq qrupuna. Bu qruplarla dərslər ayrı-ayrıdır. Hər bir qrupda həftədə 2 dəfə olmaqla axşam saatlarında olasıdır dərslər və eyni bir adam 1, 2 və yaxud da 3 qrupun üçünə də qoşula bilər. Gözləyirəm, kim, təkrar edirəm, təhsil qanunvericiliyi, əmək qanunvericiliyi və məktəbşünaslığı daha dərindən öyrənmək istəyirsə, buyurub, burada gördüyünüz nömrəyə 050 672 59 11 nömrəsində WhatsApp-a yazsın. Tezliklə dərslərimiz başlayır. Təkrar edirəm, hər bir qrup üzrə dərslər həftədə 2 dəfə keçiriləcək, axşam saatlarında keçiriləcək və testlər testx.az platformasından olacaq və bir də demək, eyni bir adam həm məktəbşünaslıq, həm əmək qanunvericiliyi, həm təhsil qanunvericiliyi qrupuna qoşula bilər. Təşəkkür edirəm hər birinizi. Videonu paylaşmağı unutmayın. Emin Əmrullayev dövlət büdcəsi hesabına balansını düzəldir, büdcəsini düzəldir. Amma biz də dərslərimiz hesabına. Bu videonu müəllim qruplarına, işləyən direktor müavinlərinə, magistrlərə, təhsil idarə edilməsi ilə bağlı təhsil alan magistrlərə, təhsil sahəsində məsləhətçi işləmək istəyənlərə, Ümumiyyətlə təhsillə bağlı istər qanunvericiliyi, istərsə də məktəbşünaslığı öyrənmək istəyənlərə göndərin.
Eyni zamanda siz əmək məcəlləsini, əmək hüquqlarınızı da daha dərindən öyrənmək istəyirsinizsə, buyurun, dəstəyə qoşula bilərsiniz. Sadəcə buradakı nömrəyə, WhatsApp-a yazmaq lazımdır. Təşəkkür edirəm. Videomu paylaşmağı unutmayın.